Əziz mənim xalqım, əziz mənim izləyicilərim. Mən istəmirdim bu ikinci videonu paylaşım, amma məcbur elədi. Bu Əli özünü yandıra gedir. Deməli, indi bir video paylaşıb, səsi kəsib, güya başqa bir manafa atırmış. Amma bilmir ki, onun səs yazıları məndədir. İndi çox danışmayacağım. Bir dənə onu deyirəm ki, Əli, bu sənət deyil. Ged özünə bir sənət tap, səndən böyüyəm. Bu sənin işin deyil. Sən özünü yandıra gelsən, biabır olmuşsan. İndi mənim xalqım, düzdür, mənə səs atdı, sildi. Dedim, Əli, səs atmışsan, silmişsən. Dedi, hə, 2 dənə manat var, dəyişik salmışdım. Dedim, hə, elə bildim mənəm. Dedi, yox, sənin stolun oradadır. Mən çox danışmaq istəmirəm. Sadəcə, onun da səsin tədbirdən də sonra səsini qoyacağım. Tədbirdən sonra geri eləyir ki, niyə gəlmədin? Mənim də özüm ona nə deyirəm, o səslə qoyacağım. Hər iki səsin içində qoyacağım. Əsl düzgünlə qulaq asın, bu özün yandıra gedir. Səsləri qoyuram, qulaq asın. Yo, size atmışam. Siz de bizim qonaqlar siyasındasınız. Size göndermişəm. O heç. Biz sizi qonaq kimi dəvət edirik yani. Ama onun da adı Manaf'tı. Manaf müəllim. Ona indi atırdım. Size ondan tez atmışam. O bayaqları başçı zəng vurmuşdu mənə. Ona görə o da gələcəkdi. Deyir ki, biz bir yerdə gələk ona görə. Mücra başçının bir yerdə gələcəklər onlar. Ama siz de bizim qonaqlar siyasındasınız. Salam güzel insan, necəsiniz? Biz sizi o gün gözlədik. Sizə qəşəng bir yerdə yer ayırmışdım mən. Hansı ki, xalq artistləri, millət vəkilləri. Özünüz də sizin ustasınız, amma xalqın artisti olmaq çətindir, siz xalqın artistiz. Bəs niyə gəlmədiniz bizim o gözəl tədbirimizə? Heç xəbər də eləmədiniz. Finansal baxımdan bizi geri saldınız. Safirin bilirsiniz ki, çox bahalı yerdir. Əsas salın delirdi, öz içkili menü ilə. Sən belə şeylərdən qorxan oğlan deyilsən, onu bilirəm. Amma maraqlıdır, niyə gəlmədiniz? Salam Əli, salam. Necəsən, nə var, nə yox? Əli, and olsun Allaha. İstədim sənə zəng eləyəm, utandım. Elə bir xəbər gəldi, bir vacib qəziyyət düşən var idi də. Yoldan qayıtmışam, yoldan. Evdən çıxmışam, hardasa bir kilometr çıxmışam, xəbər gəldi. Aburatında Geceyni rayona çıxdım. Səni də utandım zəng eləməyə. Demədim, sən məni indi məmnətər tanıyırsan, mən elə şeydən qalan döyüldüm. Özüm də dedim ki, razı ki, böyük məmnuniyyətlə orada qardaşının zürürü say, həmişə sənin qulluğundayım. Bundan tutarmır ki, mən sənin qulluğundayım, belə bir şey oldu, and olsun Allaha. Yoxsa yadındadır, birinci dəfə səs atanda dedim, qardaş, baş üstə mən oradayım. Çünki işim gücüm yox idi. Boşluq idi, məhərrəmli idi. Üzürlü sayaz qardaş, amma qulluğundayım. Əli, sənə məsləhətim budur ki,